Kəsim və birləşdirmələr. Belə deyək, bax, kəsim və birləşdirmələr əslində elə də ağır bir mövzu deyil. Biraz e, xəyal gücü ilə bağlı olan bir mövzudur. Bax, kəsim və birləşdirmələrdə məsələ nədir? Birinci kəsimlər, gəlin birinci birləşdirmələrə bax. Birinci birləşdirmələrə bax. Birləşdirmələrin konkret bir yolu yoxdur. Konkret bir yolu yoxdur. Nə deməkdir? Yəni ki, bir bax, dövlət qulluğu imtahanlarında daha çox istifadə olunur bu suallar. Əvvəl düşmürdü BB kateqoriyasına, indi artıq hər ikisi hamısına düşür. Belə deyək. Bax, deyək ki, verilmiş 4 hissənin birləşdirilməsinə alınan fiqur aşağıdakı variantlardan hansını özünür? Yəni, sən bu 4 fiquru birləşdirəndə hansı variantı alarsan? Məsələ nədir burada? Bax, belə suallarda ya bunları gözəyarı birləşdirirsən, ya da ki, variantları üzərində təxminən çəkməyə çalışarsan. Bu nə deməkdir? Məsələn, bax, təsəvvür eləyin ki, burada bir qaqaş var. Bu qaqaş bunu yapışdırıb sağa yapışdıra bilərmi? Düzdürmü? Bunu gətirib sağa yapışdırırsan. Təxminən olur belə bir hissə. İndi bu üç bucağı da döndərib qoyursan bura. Bunu da zaten yuxarı sıxanda nə yaranır burada? Bax, belə bir müəyyən bir kvadrat kimi bir fiqur yaranır. Ya belə göz yarı birləşdirərsən, ya da ki, üstündə çəkib yoxlamaqla. Bax, bu mənim bir nömrəli fiqurumdur, düzdürmü? Bu oldu mənim bir nömrəli fiqurum. Ondan sonra. Bu olsun mənim 2 nömrəli fiqurum. Təxminən belə bir hissə. Bu olsun mənim 3 nömrəli fiqurum. Təxminən belə bir hissə. Bu da olsun mənim 4 nömrəli fiqurum. Bitdi. Yəni, burada məsələ budur. Bu tip sualları gözəyarı birləşdirmək lazımdır. Asan sualdırmı? Yox. Müəllim, Və bir də, burada bu variantda verilən fiqurlar var ya, məsələn A, B, C, D. Orada baxanda o dəqiqə görünür ki, A-dakı ölçü balacadır da. O ölçünü biz elə variantdakı ölçü ilə eyni hə, götürək, yoxsa böyük də ola bilər. bax, belə suallarda, elə onu deyirdim, belə suallarda real ölçülər uyğun gəlməlidir. Ölçülər üst-üstə düşməlidir. Hı -hı. Yəni, ölçülər milə-mil tutmalıdır. Bax, bu sualın məqsədi bilirsiniz nədir? Bax, mən sizə gəlin bir dənə sual göstərim. 22 iyun dövlət qulluğu imtahanına bu sual düşmüşdü. Baxın, deyir ki, hazırda 22 iyun imtahan suallarını görürsünüz. Bax, bizə nə deyir? Deyir, bu verilən 5 hissənin 4-ü birləşib bunu əmələ gətirir. Deyir, hansı hissə artıq olan hissəni seçməlisin. Sizcə burada hansı variant olar? Fikirlərinizi bildirin. Y variantı müəllim. D variantı. A variantı. C. B Hı variantı. -hı. A. Hı -hı. Başqa? Məncə A variantı. A variantı mənim. Məncə də A çox böyükdür A. Və bu suallarda real ölçülər üst-üstə düşməlidir. İndi mən həllini desəm, o deyir, şoka düşəcəksiniz. Bax, Mən C gəlin. variantı deyirəm. Hı -hı. D variantı müəllim. Baxaq görək. Bax, bu Y variantını bax, gətirib atıram bura. Görürsünüz, tam olaraq tutdu. Bu oldu mənim bu variant. Ondan sonra. Bu üç bucağı gətirib qoyuram bax bura, bu tinə. Görürsünüz, hər şey üst-üstə düşdü. Ondan sonra. Bu fiquru bax, döndərirəm. Bunları sağa-sola döndərmək olar. Bunu da atıram bura. Bax, bu A bəndində döndərirəm bura. Belə. Gətirib tullayıram bura. Hansı artıq qaldı?
Artıq qaldı D variantı. Görürsüz? Müəllim indi Yəni deməkdə məqsədim nədir? Bu hissələr həmin variantdan kəsilib açılır. Kəsilib tullanır ora. bunu burada siz belə mişqa ilə eləyə bilsəydiniz, orada onu eləyə bilmirik. Bu Bəli, belə çox olmaz. gözəl, çox gözəl bir yerə Doğru. toxundunuz. İmtahanda bunu necə eləmək olar? Ən pis halda. Gördün o yan bu yan eləmək olmur. Baxmaq olmur, nə edirsən? Götürüb bunu belə deyək də. Bunu götürüb faylın üzərində çəkib tapa da bilərsən. Fayl üzərində işləyərək işləyə də bilərsən. Faylın üzərində qurursan. İndi mən onu sizə birazdan deyəcəm. Faylından necə işləyirsən. Fiqurun fayl üzərində işlənməsi. Yəni bəs burada nə olar bu sualda? C variantı müəllim. Üçbucaqdır burada. Şey, pardon. İmtahana qayıt qoymurlar yox. Kompüteri kəsəcək. Yoldaş. B variantıdır bu. Cavab B variantıdır. B. Çünki bax, gəlin üzərində çəkim göstərim təxminən. Bu bizim bir nömrəli fiqurumuzdur. Bu bizim iki nömrəli fiqurumuzdur. Bu bizim üç nömrəli fiqurumuzdur. Bunu da döndərirsən 180 dərəcə. Bu da bizim 4 nömrəli fiqurumuzdur. Bu suallarda fiqurları 90 dərəcə sağa sola falan döndərmək olar. 180-90 dərəcə. Amma tərsini çevirmək olmaz. Tamam? Yəni fırlatmaqla çevirmək ayrı şeydir. Yaxşı, bəs 16 da əslində rahatdır. Burada nə olacaq? Bunları birləşdirəndə hansı variant aldı? Bu da elə baxan kimi görmək olur. G variantı müəllim. Əslində görürsən ki, bax, bunlar bir-birinə yapışır, düzdürmü? Bunlar bir-birinə yapışır. Bax, bunu da götürüb bu tinə tullasan, təxminən 5 bucaqlı yaranacaq. Bax, bu bizim bir nömrəli hissəmizdir. Bu bizim 2 nömrəli hissəmizdir. Bu da bizim 3 nömrəli hissəmiz olmuş olur. Düzdürmü? Müəllim dedi sağa sola çevirmək olar 90 dərəcə falan, amma tərsinə qoymaq olmaz. Bəli, tərsinə qoymaq olmaz. Bu bir sinəyə oxşuyur. Bax, misal, bunu mən əyani şəkildə bax, belə deyə bilərəm sizə. Bu telefondur da, hə? Tamam, bu bir iPhone telefonudur, düzdürmü? Tamam, bu bunun kamerası. Bax, sən bu iPhone-u belə sağa, sola döndərə bilərsən. Amma bunu tərsinə fırlatmaq olmaz. Yəni, bu kamera var, kamera alta düşməli deyil. Aydındır? Misal üçün də, yəni bu telefonla onu indi nəsə belə göstərir. Burada nə olar? C bəndi. Hı -hı. Y bəndinə oxşuyur. C bəndi olur. Bax, bu bizim bir nömrəli fiqurumuzdur. Ondan sonra, bax, bunlar nədir bizdə? 90 dərəcəli üstbucaqlarda, düzdürmü? Bunlar 90 dərəcəli üstbucaqlarımız. İndi, bax, 90 dərəcəli üstbucağımın biri budur, digəri də budur. Görürsünüz? Təbii ki, bu olsun 2 nömrəli fiqurumuz, olduğu kimi tullayırsan. Bu fiquru da 3 nömrəli fiqurda biraz bu yana döndərirsən, atırsan bura. Bir şey soruşa bilərəm. Bəli. Bunları, yəni ən azından indiyə qədər baxdıqlarımızı belə baxanda biraz görmək olur.
Mesela sınaq atmışdılar qruplara. Orada bu sual, belə bir sual var idi. Orada heç baxıb heç nə görmək olmadı da yəni. Çox qarışıq bir şey. Bunun başqa Bir dənə bir yolu şey falan. deyim. Qrupa atılan sınaq bu deyildi təsadüfən. Mən bilmirəm, o sınaqdan xəbərim yoxdur. Baxmamışam açığı. Kim Qrupdakı hazırlamışdı? sınaq bu PDF deyildi, bir dənə baxın buna. Böyle buydu deyəsən. Bir dəqiqə baxım. Ha buydu, buydu. Bəli, mənim bu. Buydu, buydu. Bu mənim PDF-imdir, bu oğurlayıblar. Ha, çətin idi sözün açığı. Ha, bu yanvar imtahanının qəbul suallarıdır. Yəni məsələn orada da sual var idi, amma çətin idi. Onun başqa yolu falan varsa, Bu sualdan yoxdur axı orada mən bilə baxım. elə bir Bundan sual yoxdur. oldu. Ya ondaydı ya da siz atdığınız suallardaydı. Nəsə belə bir şey var idi. Hə, ola bilər mən atdığım sualda olub. Burada çünki o sualdan yox. 18-ci Bu sualdaydı mənim deyəsən o. 18-də 18. bu. Hə, ya bu başqa şeydir, bu keçəcək. Bu Oktayların Ha. açılışıdır. Belə bir. Hə, bu özümüz keçəcək, narahat olma. Ha, belə götürəndə məsələn indi deyirsiz də bu sizin PDF-dir. Bu suallar çətin suallardır yoxsa Hə, yəni hə, bax bu normal qəbul, bu il dövlət qulluğunun ən çətin imtahanı bax bu PDF-də olub. ha, Bu PDF-də olub. Yəni ən çətin imtahanlardan biri bu PDF-dir. Çox ağırdır. Bunu bizim qrupa siz atmışdınız, qrupa yoxsa necə? Qrupa atmışdınız bunu. Bəli, bəli, mən atmışdım. Hə, bunu mən şeydir, izahını göndərəcəm bu PDF-in, baxarsınız. Bunun sahə perimetrləri keçəcək ətraflı. Bu elə nisbətən rahat versiyasıdır. Çünki o belə səsli deyilən deyil. Mən bunun izahını göndərəcəm sizə baxar. Mən prosta bilmirdim sınavdakı bu PDF-dir. Mən bugün bayaq ayağını dəstə uşaqlar dedi ki, müəllim o PDF-ymiş. Başqa müəllim prosta sınavı yığıb. Yəqin B mən PDF variantı. atmışam. Burada hansıdır? B, B. Hı -hı. Müəllim, siz bayaq Bunları dediniz şəklini necə çevirmək olmaz? şəkli tərsinə çevirmək olmaz. Bax, Güzgü məsələn, effekti yəni. hayır, çox, bəli, güzgü effekti vermək olmaz. Bəli. Olur axı. Olmur, Qeyd yox, yox. edəcəm. Yəni 180 dərəcə dəyişdirmək yəni güzgü effekti deyil ki. Yox, yox. O, bəzi suallarda ona oxşuyur, amma olmaya da bilər. Güzgü effekti başqa şeydir. Bax, məsəl üçün, mən belə deyim. Bax, belə izah edeyim də mən sizə. Bu nədir bizdə? Bir rəqəmidir, düzdürmü? Bunu döndərərsən olar belə, döndərərsən bu yana olar belə, döndərərsən bu yana olar belə. 180 dərəcə. Amma birə güzgü effekti versən olacaq belə. Bu o başqa şeydir. Belə Hə, başa eləmək düşdüm. olar biri. Tamam, sağa, sola, 180 dərəcə. Amma güzgü versən belə olacaq. Burada niyə A olmadı ki? Bax, çünki bax, bunlar adi üçbucaqlardır, düzdürmü? Düzbucaqlı üçbucaqlar. Amma A bəndində bu pizzanın dilimləridir, görürsünüz? Bunun buraları dairədir, yarım dairə. Görürsünüz, dairənin müəyyən bir hissəsidir. Ona görə A bəndi olunur. Ondan sonra. Baxırıq. 21-də hansıdır? C. E. Bunu normalda tələbələrin əksəriyyəti bu bir nömrəli hissəlini gətirib atıb bura. Üçbucaqları da atırlar bura. Birin bura, birin də bura. Artıq qalan A ilə D artıq qalır. Belə olmaz. İkisi də bir yerdə artıq qalmaz. İki variant olur. Ona görə ən gözəl üsul bir dənəsi artıq qalmalıdır. Bu bizim bir nömrəli fiqurumuzdur. Bu bizim iki nömrəli fiqurumuzdur. Bu bizim üç nömrəli fiqurumuzdur. Bu da bizim 4 nömrəli fiqurumuz olmuş olur. Artıq olan C bəndidir.
Orada mənim ölçü düz gəlir ki, aşağıda 1-dən 2. Ha. Hə, ola bilər bu şəkil biraz böyük oxşasın. Bu şəkil vidancılığı ola bilər böyük verilir. Amma yəni miqyas eyni olur. İmtahanda düpbərimiz olur. İndi bəzən bunu yığanda səhv edirsən. Iyirmidə A. yox A deyil. Y'dir müəllim. Y olar. Başqa? Y də deyil belə. C-dir müəllim. Bu baş tərəfdəki fiquru tərsinə çeviriblər 90 dərəcə. Cavab B variantı. B. Düz budağa oxşatdımı? Çünki bax, bunları bir-birinə sıxarsan. Bax, təxminən. Bunları bir-birinə yapışdırıram. İndi burada təxminən çəkirəm mən. Nəsə təxminən bax, bunları bir-birinə yapışdırdım, oldu belə. İndi. Bu üç bucağı ataram bunların ortasına. Bu fiquru da ataram bura. Burada təxminən nə yaranır? Kvadrat kimi bir şey. Burada sonra 45 dərəcə döndərərsən bu olur. Burada çəkib göstərəndə də bax, belə bir şey olur. Bax, bu bizim bir nömrəli hissəmiz olur. Bu bizim 2 nömrəli hissəmiz olur. Bura bizim 3 nömrəli. Bu da bizim 4 nömrəli hissəmiz olur. Təxminən belə bir şey. Düzdür, burada biraz ölçü tam uyğun gəlməyib, amma olur cavabımız bu formada. Mən bu birləşdirmədən maksimum hissdən soruşuram. Birləşdirmələrdən dövlət qulluğu imtahanında demək olar ki, bir dənə, ümumiyyətlə hər yerdə, magistr, dövlət qulluğu bu imtahanlarda bir dənə sual olur. Iyirmi altıda nə olar? A'dır müəllim. Dedi. A olmaz. Dedim müəllim. Bax, bunun ən yaxşı üsulu nədir imtahanda? Gördün, əgər dəqiq seçə bilmirsənsə, bax, sən bunu kvadrata tamamlaya bilərsən. Buna kvadrata tamamlayıram. Bax, bizə bu hissə lazımdır. Bu hissə. Bu da olur. Bax, A bəndə olmaz. Çünki bu hissə deyil. A bəndində sıxıntı var. Baxsam, elə D bəndə oxşuyur deyəsən. Hə, elə D bəndə olacaq. Bunu rahat necə həll edə bilərsən? Bu necə eləyə bilərsən? Bax, imtahanda. A'nın tərsinə Gəl mən çevir sizə- ona görə. Ayşə 180 dərəcə döndərir, bəli. Bunu imtahanda gördün o yan bu yan, dəqiq tapa bilmirsən, variantları bir-birinə çox oxşuyur, nə edirsən? Bax, bunu götürürsən. Failin üzərində çəkirsən bax bu fiquru, düzdür? Bax, bunu çəkirsən failin üstünə, faili qoyursan kompüterin üstünə, bunu çəkdin. Sonra faili götürürsən, bax, qoyursan bura, bax, qoyursan bura. Və başlayırsan indi bu dalğalanmanı çəkməyə. Bax, bunu da çəkdin, düzdürmü? Və sənə bura lazımdır, düzdür? Bir dənə nöqtə qoyursan ki, bax, mənə bu hissə lazımdır. Heç nə.
Bundan sonra da, bundan sonra da. Heç nə. Bu hissəni bir-bir variantlarda döndərib tapırsan. Bitdi. Fayl deyəndə nəyi nəzərdə tutursunuz? A4-ü. Necə? Fayl yox, fayl var. A4'ü o plyonka olur da, faylda plyonka. O vərəqi qoyursan içinə. Faylı Buraxılış orada vərəqəsi. başa düşdüm. Faylı orada o məqsədlə istifadə edəndə nəzarətçi heç nə deməyəcək. Hə, indi bax belə bir şey var. Bir var qəsdən nəzarətçinin o deyir sözün pismasını deyir, gözünə soxmaq onu. Bir var gizli nə demək? Yəni gizlinin yəni misal üçün tələbələr əksəriyyəti eləyir. Misal mən də imtahanda eləmişdim. Yəni nəzarətçi orada sənin başının üstə dayanmır ki, nəzarətçi gəzir. Bir olsa 1 dəqiqə görünmür, 2 dəqiqə görünmür. Kamera Yəni onu çəkmir, onu kənarlaşdıra bilərlər. yox, bu imtahanı niyə kənarlaşdırırsınız? Mən neynirəm ki? Yəni bilirsiniz necədir? Bəzən bu ümumiyyətlə onlayn imtahanın mənfi cəhətləri çox pisdir. Xüsusən də məntiq imtahanlarında, yəni məntiqdə elə sual var ki, üstündə yazmadan həqiqətən çox çətin olur. Belə onun üzərində yəni səni imtahandan kənarlaşdırmalara yəni haqqı yoxdur. Yəni mən sənin malını zədələmirəm. Yaxud lap fayl olmasın, bax mən sənə deyim, fayl olmasa belə A4 ilə də eləmək olar. Çünki kompüter ekranı işıqlıdır axı. A4'ü yapışdırırsan kompüterin ekranına, arxa fon görünəcək. Onun da üzərində misal üçün bu nazik yazan marker tipli qələmlər olur. O yaxud biraz qalın yazan ruçkalar olur. Onları çəkib, yəni bunu sənin üçün çəkmək, bunu ilə bunu çəkib tamamlamaq sənin maksimum heç 1 dəqiqəvi ya alar, ya almaz. Bir dənə prosta ki, vərəqi diqqətlə tutmalısan ki, vərəq o deyir şey olmasın. Oynamasın yerindən. Görünə gəl vərəq oynayır, nəzarətçini çağırırsan ki, bir dənə vərəqi tut, bu şəklini çəkin. Bir şey Nəzarətçi də baş üstə. Nəzarətçi də deyir, baş üstə. Ben bu bir şey soruşuyorum. Bu Bəli. diğer şekillerde yok. Toplama olan şekillerde siz bir de şekil verdiğinde bir şey demiştiniz. Varyantları çıkmak. Hani o 4'ü farklı olan varyantları çıkardı. O burada işe yarayar yoksa yok. Burada bir dəqiqə başa düşdüm nə deyirsiniz. Toplamada bence Hə, yarayar da. ən azından atanda necə atarsın? Bax, bizə 4 dənə səbəb bu kvadrat kimi bir şey vardı, hə. Bir dənə bunda yoxdur, kvadrat. A-nı çıxardarsan variantlardan. Nə bilim, misal üçün, bax, bir dənə bu cür çıxıntı bunda var. Başqa heç birində yox, görürsünüz. Bunu atarsan. Hardasa eləmək olar, demək olar ki. Aşağı yuxarı eləmək olar bunu. 4-ün 1-ə qaydası, hə. 4-ün 1-ə qaydası ilə eləmək olar. Belədir ki, amma yenə də deyirəm, o tam dəqiq üsul olmaz o. Çünki yəni bunun həlli o deyil əslində. Bunu misal üçün kağız üzərində olanda adətən necə eləyirdi tələbələr? Bunu kvadratı tamamlayırdı. Bu fiquru axtarırdılar. Bu fiqurun çevrilmələri də bunlar. 90 dərəcə sağa, sola. O kvadratı məsələn müəllim, B ilə C-ni məsələn baxmaq olar ki, kvadrat şölədir. Onlar elə rahat çıxmaq olar tez. Yəni də Ayşə, bax sənə burada kvadrat içərisi bax bu kvadrat bunun içinə girməlidir. Burada bax çıxıntısı var. Yəni burada ya Y kimi olar, ya D kimi olar. Yəni bilirsiniz necədir? Bu sualları ən azından bir şey düşünüb tapmaq olar. Yəni məsələn düzdür, bunların məsəl üçün bir dənə çətin versiyası var. Yəni bildiyiniz qırğın qiyamətdir də o sual. Mən sizə gəlmə o sualı göstərim. Həqiqətən o sual düşsə, şəxsən mən tələbə olaraq o sualı yazmaram. Və həqiqətən çox ağır sualdır. Baxın, indi o sualı mən sizə göstərəcəm. Və Cavabı o dəqiqə həqiqətən deməyin. necə? Cavabı o dəqiqə deməyin də əvvəl biz tapmağa çalışaq. Zaten cavab tapılası cavab deyil. Sual zaten tapılası bir sual deyil. Baxın, mən bunun ayrıca izahını göndərəməmişə tələbələrə.
O söhbət bu suallardan gedir. Bu iki sual. Deyir ki, verilən kvadrat bölünərkən əmələ gətirdiyi fiqurları göstərən variant hansıdır? Bir yoxsul qoymalısan içine. Ama yapboz değil bu. Həm də yapboz kimi ayırsın. Yəni, bu sual həqiqətən, bu sualın dövlət qulluğu imtahanına salınması çox absurddur. Həqiqətən. Çox mənasız sual. Çünki bu sual, yəni plus elektron imtahanında bunun imtahana salınmasının yəni, konkret bir adı yox. Bu yəni konkret tələblərin əleyhinə qoyulmuş bir sual. Mən bu iki sualın mən izahını çəkmişəm, sizə göndərəcəm. Kvadratların birləşdirilməsi. Bir harca 20-25 dəqiqəlik videodur. Bir dənə prosta ona baxarsınız. Düzdür, orada biraz daha uzun izah eləmişəm ki, tələbələr mahiyyətini başa düşsün. Amma indi misal üçün bu sual düşsə imtahana, mən təklif edirəm ki, bu sualı boş qoyun. Vaxtınız qalsa ən sonda atarsınız bu sualı. Çünki bu sual Sualların əzbərləsək təkrar düşməz. necə? Cavabını əzbərləsək təkrar düşməz. Cavabını hər ehtimal ataram əzbərləyir. Bəli, şəxsən mənim də yadımda əzbər qalmayıb cavab. Bilmirəm, deyəsən burada D variantı olmalı idi. Dəqiq xatırlamıram amma. Bu birisində ümumiyyətlə cavab yadımda qalıb. Birdən cavabı deyərəm, nə gəlib birdən səhv çıxar. Yadımda səhv qala bilər. Ona görə izahdan çalışın buna baxın. Mən tam xatırlamıram cavabı. Çünki bunu keçən çəkmişəm mən avqust ayında. Amma gəldim, sabah bir bu, bir də baxın bundan. Bu dairələr də lap zülümdür konkret. Bu Bax, bu yenə iki olma sual. yaxşıdır. Dairələr yenə yaxşıdır, ayısı. Dairələr hardasa o deyir, toya bayramı getmək olar. Bax, Müəllim, bir bu də dairələrdə hər halqanı ayrı-ayrı tapırıq da, hər halqanı ayrı-ayrı birləşdiririk. necə? Lap heç bir ev ki belə suallarda halqaları tək-tək birləşdir də, yuxarıdakı şəkil halqalara bölünüb. Hə, ayısı olmuşsa, bax, bu şəkil tutalım. Məsələn deyirəm, cavab tutalım burada. Məsəl üçün, Y variantıdırsa, Y variantıdırsa. Yəni, bu Y variantının hamısını bir yerə yığanda bu şəkil əmələ gəlir. Və bu sual dairələrdən son illər bundan yox, daha çox bu cür sual çıxır imtahana. Mart imtahanında olmalıdır. Burada nə olar? Burada 1-3 idi deyəsən. Mən bunu yazmışdım elə. A-dır burada variant. Bunu misal üçün faylla eləmək olur bu sualları rahatlığına. Burada nə edirik? Bax, əslində gözayarı eləmək olur. 6 ilə Gözayarı 2. tapmaq olur. 6 ilə Ayşə 2 o. pardon. 6 ilə 2 Prosto elə bir-birini bir, tamamlayır. elə bir 6 daha iri deyə. De belə olur da. Hə, Bəli, bildim. tərəfindən belə olur. Bax, 2-ni götürüb tullayıram bura. Bu oldu 2 nömrəli fiqurumuz. Bunu çıxdım. Bunu da ağzından götürüb atıram 6 nömrəli fiquru. Bu da getdi. İndi. Bunun dairəyi tamamlamaq üçün bizə belə bir hissə lazımdır. Baxın. Bu bizim 7 nömrəli hissəmizdir. Bu da çıxdı. Bu da bizim 5 nömrəli, 4 nömrəli hissəmizdir. Yəni 5 nömrəli hissəmizdir. Artıq olan hansıdır? 1 və 3.
Bitdi getdi. Düzdür, son 2-3 imtahanda bu tip sualla mən demək olar rastlaşmıram imtahanlarda. İnşallah düşməz. On 7 dənədir. Çox azamdır. C variantıdır. Y variantı. Y. Y-ni necə birləşdirirsiniz ki? Buradan necə göstərək mən? Qələmi aktivləşdirib çəkə bilərsiniz. Bir dəqiqə. Zoom-un qələmi var, onu aktivləşdirir. Aha. Müəllim, burada C olur variant. Bax, əslində siz yəqin belə birləşdirmək istəyirsiniz, düzdürmü? Bir dəqiqə. Belə. Bunları da birləşdirirsiniz, deyirsiniz. Bax, bunları birləşdirəndə bu əmələ gəlmir. Bax, necə birləşdirirsən? Bu 2 dənə üçbucaqları belə birləşdirirsən. Görürsən, bax belə. Əsas oda variantı düzəlmiş. Bu trapez paralelogramlar da belə. Olur bu formada. Burada nədir? Bunları birləşdirəndə hansı variant alınır? D bəndi müəllim. Bunlar əslində görmək daha rahatdır. Bunları göz yarı birləşdirərsən. Bax. Bu fiquru gətirib ataram da bura. Allah istəsə də bax, bunun üstünə çəkim, ölçülərini dəqiq baxaq. Baxın, bu bizim bu fiqurumuz. Bunu da, bu üçbucağı da gətirib atıram burasını. Məsələn, təxminən belə bir hissə. Ondan sonra. Bu 2 dənə üçbucaqlar var, ha, düzbucaqlı üçbucaqlı. Bunlar da düzəldib atıram belə. Bitdi, getdi. Yəni, bunu göz yarı tutmaq olar. Amma yenə də hara baxsan çətin sualdır, yəni asan sual deyil. Müəllim, orada o balaca qaldı, o qalmalıydı. Bax, balaca Yox, çıxacaq. qalmadı axı, de bura atdıq da onu. Bu buranı, bu 2 dənə Ha, də olur. gördüm. Bu da olur belə. İndi link atır. Linkin bir dənə linkdə əsas bir dənə bu suallara baxaq, sonra şahmat sualı var, ona bax. Mən sizə yeni linki göndərirəm.